Sahibkar kimi müqavilə bağlayarkən nəyə diqqət etməliyəm? Müqavilə sahibkarın və biznes fəaliyyətinin hüquqi qorunması baxımından mühüm sənəddir. Buna görə də müqavilə yazılı, dəqiq və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib edilməlidir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, ödəniş qaydaları, icra şərtləri və məsuliyyət məsələləri aydın şəkildə əks olunmalıdır. Bununla yanaşı, müqavilədə onun müddəti, xitam verilməsi şərtləri, mübahisələrin həlli mexanizmi, eləcə də dəyişiklik və əlavələrin edilməsi qaydası göstərilməlidir. Zərurət olduqda məxfilik, intellektual mülkiyyət hüquqları, force major halları, cərimə və sanksiyalar, həmçinin tətbiq olunan hüquq və tərəflərin rekvizitləri də müqavilədə qeyd edilməlidir. Bu məqamlar sahibkarın hüquqi və maliyyə risklərini azaltmağa kömək edir.